Məlum olduğu kimi yol saldığımız həftə gərgin siyasi hadisələrlə yadda qaldı və yaxın şərqdə vəziyyət yenidən kəskinləşdi. Son hadisələrlə əlaqədar olaraq Rusiyanın Azərbaycandakı səfirliyi öz vətəndaşlarına İrandan Astara sərhəd keçid məntəqəsi vasitəsilə çıxmağa yardım göstəribdir və bununla əlaqədar olaraq yayılan məlumatda deyilir ki, stat, sərhədin keçirilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk. Hazırda Azərbaycan vasitəsilə ölkədən çıxmaq üçün siyahılarda artıq 500-dən çox həmvətənimizin adı var. Statın sonu. Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan hakimiyyəti tərəfindən sərhədi keçməyə icazə verilən Rusiya vətəndaşları arasında İranda fəaliyyət göstərən müxtəlif təşkilat və şirkətlərin nümayəndələri də var. Xatırladım ki, 2025-ci ilin iyun ayında yaxın şərqdə vəziyyətin gərginləşməsi fonunda Azərbaycan quru sərhədi vasitəsilə Rusiya vətəndaşlarının təxliyəsi prosesində də fəal dəstək göstərmişdi.